Salam, hər vaxtınız xeyir uşaqlar. Ümid edirəm yaxşısınız. 9-cu siniflər üçün belə bir qrup yaratdım və canlı dərs açıram ki, imtahandan az qalmış bir müddətdə ümumi bütün mövzuları, hər dərs biraz olaraq ümumi bütün mövzuları təkrar edə bilək. Ümid edirəm ki, siz də məsuliyyətlə yanaşarsınız və bir şeylər öyrənərsiniz. Sizə nəysə bir xeyri dəyər bu dərslərimizin. İndi isə başlayıram. Ümid edirəm ki, ekranda və səsdə bir problem yoxdur. Olsaydı, yəqin ki, mənə bir məlumat verərdiniz. Başlayaq. Uşaqlar, smaylikləri hal-hazırda atmağa ehtiyac yoxdur. Hər hansı bir sözünüz, sualınız olarsa, mənə bildirin, məlumat verin. Yəni, istər şəxsidə WhatsApp-da yaza bilərsiniz, qrupa yaza bilərsiniz və yaxud səsinizi açıb deyə bilərsiniz. Əl də qaldıra bilərsiniz. Buradan mən siz əl qaldıranda ekranda görmüş olacaq. Deməli, biraz da balacalaşdıracağım ekranı, daha yaxşı görək. Deməli, qrupa mən yazmışdım hansı mövzulardan təkrar olacağını demişdim. İndi isə nə qədər çatdıra bilsəm, əlbəttə ki, o qədər deyəcəm, 1 saat yarım boyunca. İnşallah ki, daha çox mövzulara toxuna bilərik. Tam 9-cu sinifi əhatə edən suallar, mövzular, nümunələrə baxaq. Tam məsuliyyətlə yanaşın, fikriniz dərsdə olsun. İnşallah ki, bir xeyri dəyər sizə. Başladıq. Birinci natural ədədlər. Uşaqlar, sıfırdan izah eləməyəcəm sizə. Sıfırdan yox, ən vacib məqamları daha çox deyəcəm. Yəni, imtahana düşə biləcək ən vacib məqamlar nədirsə, mən onları deyəcəm. Getdik. Deməli, natural ədədlər. Natural ədədlərdə biz ən çox nəyə bilməliyik? Baxın, 9-cu sinif imtahanına düşən suallar nədir? Məsələn, çox sadə bir sual. Deyirəm ki, bu ədəddə neçə minlik, neçə onluq var? Çox sadə bir şeydir. Çoxunuz hal-hazırda yəqin ki, özünüzə cavabladınız. Bəziləri isə çaşır. Əvvəlcə mərtəbələrə ayırıram. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Minliyin altından xət çəkib, uşaqlar deyir ki, ya 6 dənə minlik var, ya deyirlər 6784 dənə minlik var. Yəni, bəzən çox sadə məqam olmağına baxmayaraq baş qarışdırır. Amma burada 6-nın altından xət çəkəndən sonra bunu silirik. Deyirik ki, 76 dənə minlik var. Sinifləri, mərtəbələri ümid edirəm ki, bilirsiniz, bir problem yoxdur. Bunlar artıq çox sadə məqamlardır. Bizim ən çox başımızı qarışdıran məqamlar nədir? Onlara baxaq. Deməli, bizim var tək ədədlər, cüt ədədlər. Çox sadə görünür, amma bəzən buna aid misallar, məsələlər baş qarışdırır. Tək ədədlər bilirsiniz ki, 1, 3, 5, 7, 9-la bitən ədədlər. Amma desəm ki, tək ədədlərin formulu nədir və yaxud belə bir nümunə desəm ki, 3 ardıcıl tək ədədin cəmi 69-dursa, ortadakı ədədin 5 mislini tapın. Bu zaman tapmaca ilə tapa bilərsiniz. 69-u 3-ə bilərsiniz, təxmini qiymətlər götürə bilərsiniz. Amma tək ədədlərin formulunu bilmiş olsaq, formulu, yəni düsturu, bu niyə belədir? 2n plus 1 və ya minus 1. Bu formul niyə belədir? Deyirsiniz ki, bu hardan çıxır? Bu nə üçün belədir? Niyə biz, məsələn, n demirik, 2n plus 1 deyirik? Çünki bu formulda n-in yerinə hansı qiymətləri qoyursunuz qoyun, n-in yerinə hansı qiymətləri qoyursunuz qoyun, bu zaman tək ədəd alınacaq. Tutaq ki, n-in yerinə 5 qoyuram. 2 dəfə 5-in 10 üstünə 1 gəldirəm, 11. n-in yerinə 7 qoyuram. 7 qoymayaq, qoy cüt ədəd qoyaq. 2 vur 8 plus 1. 2 dəfə 8-in 16 üstünə 1 gəldirəm, 17. Bu da belə. Sonra. Yəni, hər iki halda 5 qoyanda da, 8 qoyanda da cavablarımız tək oldu. Yəni, bir problem yoxdur. İndi cüt ədədlərə keçək. Məsələn, indi bayaqki nümunəni gəlin, məsələni deyim də sizə necə ədəd düşür. Məsələn, deyir ki, 3 ardıcıl
Balaca ədədləri olanda, ədədlər məsələn 2 rəqəmli ədəd olanda tapmaq asandır. Amma yüksək ədədləri olanda onu tapmaq çətin olur. Məsələn, deyirəm 3 ardıcıl tək ədədin cəmi. İndi özümdən bir ədəd deyirəm uşaqlar. Rəqəm əgər alınmasa, ədəd alınmasa, mən onu dəyişdirə bilərəm. Cəmi 369 olarsa bu ədədləri tapın. Da şərti uzun-uzadı köçürmürəm. Deməli, belə bir tənlik qurursunuz. 2n plus 1, 2n plus 1 tek ədədlər neçəyə çarpır? 2 artır. 2n plus 3, 2n plus 5. Daha sonra cəmi 369'dur. İndi ədəd yenə deyirəm, alınmasa düzəldəcəm. 6n, 1'in üstü 3, 4, 4'ün üstü 5. Üstə gəl 9, bərabər 369. Belə ədəd seçdim ki, alındı yaxşı ki. 369'dan 9'u çıxırıq, tərəfə keçirəm. Qalır 360, n də bərabərdir 60. Daha sonra məsələn, məndən ortadakı həddi soruşursa, gətirirəm burada yerinə qoyuram. 2 vur 60 plus 3. 2'ni 60'a vurub, üzərinə 3 gəlirəm. 123. Demək ki, ortadakı hədd neymiş? 123'müş. Yəni bu formada daha rahat, daha tez, daha belə həllə uyğun yazsanız sizə yaxşı olar. Məsələn, belə suallar bəzən izah tələb edən sual kimi də düşür. Yəni, belə suallarda rahatlıqla istifadə edə bilərsiniz bu düsturu. Cüt ədədlərin formulu isə cüt ədədlər. Cüt ədədlərdə eyni bunun kimidir. Bilirik ki, 2, 4, 6, 8 ədədləri ilə sıfırla bitən ədədlər cüt ədədlərdir. Sıfırla bitən 2, 4, 6, 8. Yəni bu ədədlər cüt ədədlər. Cüt ədədlər. Və cüt ədədlərin formulu isə 2n olacaq. Məsələn, yuxarıdakı nümunə kimi bir nümunə desəm sizə, deməli bu nə olmuş olacaq? Birinci həddimiz 2n, ikinci həddimiz olacaq 2n plus 2, çünki cüt ədədlər 2, 2 artır. Üçüncü həddimiz olacaq 2n plus 4 və ya dördüncü həddi soruşda 2n plus 6, beşinci həddi 2n plus 8. Yəni bu formada gedəcək. Cüt ədədlərdə bu formada aparsanız yaxşı olar. Və tək ədədlərlə cüt ədədlərdən tək ədədlərin hər zaman əbobları yadınızda saxlayın. Tək əbobları hər zaman ardıcıl tək ədədlər, ardıcıl tək ədədlər. Əbobları hər zaman bir, əbob sözünü qısaca əbu yazıram ki, vaxt itirməyək. Ardıcıl cüt ədədlərin əbobları isə sadə sual kimi düşür və birini buraxılışa da düşüb, ardıcıl cüt ədədlərin əbobları düşüb. Ardıcıl cüt ədədin əbobu hər zaman nə olacaq? 2. 2 ilə 4'ün ortağı nədir? 2. 4 ilə 6'nın ortağı nədir? 2. 14 ilə 16'nın ortağı nədir? 2'dir. Yəni, bu da konkret dəqiq qiymət kimi yadınızda qalsın. Tutaq ki, yadınıza düşmədi. Məsələn, konkret dəqiq qiymət kimi yadınıza düşmədi. 2 dənə ardıcıl tək və ya 2 dənə ardıcıl cüt ədəd götürərək onun əbobunu, ekubunu tapa bilərsiniz. Bu belə. Uşaqlar, gəlin keçək bölünmə əlamətləri. Amma bu bölünmə əlamətlərini, elələrini deyəcəm ki, normal əzbərçi kitabdakiler olmayacaq. Eşitmədiyiniz yeni tipdə olan, yeni tip suallarda qarşımıza çıxan bölünmə əlamətləri olacaq. Məsələn, 2'ye bölünməni bilirsiniz, gəlin hamısını istifadə edin, sonra keçin bəzilərini yazın. 2'ye bölünməni bilirsiniz cüt ədədlər, 3'e bölünməni bilirsiniz rəqəmlərin cəmi, 4'e bölünmə son 2 rəqəmin yaratdığı ədəd, 5'e bölünmə sonu 0 və 5, 6'ya bölünmə 2 və 3 və 7'ye bölünmə. 7'ye bölünməni mənim şagirdlərim bilir. Bu kənardan olan şagirdlər də ümid edirəm ki, bilir. Bilmirsinizsə də indi mən deyəcəm. Demək, 7'ye bölünmə. 7'ye bölünmə. Demək, bir dənə ədəd götürün. Məsələn, 119 ədəd. Əvvəlcə mən indi burada 7'ye bölünmə dedim deyə, siz onu artıq mənim sualıma rahat cevablaya bilərsiniz. 119 deyəsiniz ki, 7'ye bölünür. Amma bəzən elə suallar ədədin sadə və mürəkkəbliyini araşdıranda 7'ye bölünməni tətbiq etmədiyimiz üçün 7'ye bölünən bəzi gizli mürəkkəb ədədlər var. 119 olsun, 91 olsun. Bu ədədlər 7'ye bölünür. Amma ağla gəlmir ki, mən 7'ye bölünmə əlamətini tətbiq edeyim, yoxsa 7'ye bölünürmü? Bölünmə əlamətini bilmədiyimiz üçün ağla da həmin bölünmə əlamətini tətbiq eləmək
düşmür. Ona görə 7-yə bölmə əlamətini mən deyirəm artıq. Siz də tətbiq etməyi unutmayın. İstər 9-cu sinif imtahanında, istər bundan sonra hazırlaşacağınız bütün imtahanlarda sizə kömək olsun. Deməli, 7-yə bölmə əlaməti nədir? Son rəqəmi götürürsünüz, 9-u, vurursunuz 5-ə, üzərinə əvvəlini gəlirsiniz, 11-i gəlirsiniz. 9'a 5'in 45, üzerine de 11 gelirsiniz, eləyir nə? 56. Bu ədəddə 56 özü 7'ye bölündüyü üçün 119 da 7'ye bölünmüş olur. Həqiqətən də bölüb, yəni onsuz da çoxunuz 100% böldünüz. Bölüb yoxlaya bilərsiniz. 7 və 7'nin 7, 49, 7 və 7'nin 49. Bəli. Yəni, amma məsələn, ədədin sadə və mürəkkəbliyini araşdıranda 7'yə bölünməni tətbiq etmək bəzən ağlınıza gəlmir. Amma bundan sonra gəlsin. Və yaxud 91 ədədi olsun. 91'də nə etməliyəm? 1'i vurmalıyam 5'ə, üzərinə 9 gəlməliyəm. Eləyəcək nə? 14. 14 7'yə bölünürsə, demək ki, bu ədəd 7'yə bölünür. 91 7'yə bölünür və 13 düşür. Amma görürsünüz, qıraqdan sadə ədədə oxşuyur. 91'dir, 119'dur. Bu tip ədədlər sadə ədədə oxşuyur. Ona görə hər zaman yoxlamağı unutmayın. Sonra sırayla geçsək, 8'ə bölünmə çox nadir hallarda heç düşdüyünə inanmıram, amma yenə də şifahi şəkildə deyək. 8'ə bölünmə son 3 rəqəmin yaratdığı ədədlərdir. 9'a bölünmə rəqəmlərin cəmi, onu da 3'ə bölünmə yenidir. Ona bölünmə sonu 0'la bitən ədədlər, heç olmasa bir dənə 0'la bitsin, ona bölünür. 11'ə bölünmə deyək. Uşaqlar, 11'ə bölünmə heç, yəni baxın 7'yə bölünməni tövsiyə edirəm. 11'ə bölünməni tövsiyə eləmirəm elə də. Lakin nə də tövsiyə bilərəm? Bəzi kəsirlər olur ki, ixtisar eləyəndə bilmirsiniz ki, hansı ədədə görəsən ixtisar eləyim mən bu ədədi. Məsəl üçün, baxın belə bir ədəddir, tutaq ki. 363 də 77. Deyirsiniz ki, bu 77 7 ilə 11 və 363 nədir? Biraz fikirləşəsiniz. İndi tez hesablama bacarığı olan insanlar düşünəcək ki, hə, hər ikisi 11'ə bölünür. Amma bəzilərimiz isə, hər kəs eyni səviyyədə olası deyil ki, uşaqlar. Bəzilərimiz isə düşünəcək ki, mən bu ədədləri necə ixtisar apara bilərəm. Hətta bəzi uşaqlar isə ixtisar aparmadan birbaşa deyir ki, bu ixtisar olunmur. Elə bu sadələşmiş versiyasıdır. İndi gəlin nəyə öyrədim sizə? Deməli, 11'ə bölünmədə birinci belə bir sadə ədədi ilə burada yazdığımı göstərəcəm. Ədədi 1, 2, 1, 2 olaraq nömrələyirsiniz. Tutaq ki, məsələn, burada bir 0 var, buranı da 2 olaraq nömrələyirəm. Tutaq ki, deyirəm. Birinci yerdə duranların cəmi ikinci yerdə duranların cəminə bərabərdirsə, bu ədəd 11'ə bölünür. Yəni 363 həqiqətən də 11'ə bölünür. 33 düşür. Bax, bu qədər. Məsələn, uzun bir ədəddə yaza bilərik. 6 nə olsun? 5 belə bir ədəddir. Məsələn, baxın 1, 2, 1, 2 bu formada nömrələyirəm. Birinci yerdə duranlara baxın 6 ilə 5'in cəmi, 3 ilə 8'in cəmi. Uşaqlar, ədəd 1, 2 demək cüt ədəd, tək ədəd demək deyil, ha. Birinci sıra, ikinci sıra, üçüncü sıra, dördüncü, yəni 1, 2 sıralara. Necə ki, məsəl üçün test yazanda, summativ və yaxud monitorik yazanda birinci sıra, ikinci sıra, birinci sıra, ikinci sıra deyərək sıralara ayrılır. Bax, onun kimi düşünün də, yəni. Tək cüt ədəd olduğu kimi yox. 11 bərabər 11. Bax, bu özümdən yazdığım bir ədəd idi. Gəlin həqiqətən də yoxlayaq, görək 11'ə bölünür ya yox. Demək, 5 dəfə 55, 85, 7 dəfə 77, 15'dən 7'sini çıxanda 8, bu da 8, 8 dəfə. Yəni, həqiqətən də nə oldu? Bölündü, bölünmüş oldu. Bu da sizin 11'ə bölünməniz. 12'ə bölünmə, 3'ə və 4'ə bölünmə. Gəlin elə belə yazaq da bunları bundan sonra. 12'ə bölünmə, 3'ə və 4'ə bölünmə. Həm 3'ə bölünməni, həm 4'ə bölünməni yoxlamalısınız. 15'ə bölünmə. 3'ə və 5'ə bölünən ədədlər 15'ə bölünür. Sonra 18'ə bölünmə, uşaqlar 18'ə bölünmə də çox lazım olur, ona görə diqqətli olaq. 2 və 9'a bölünən ədədlər çarşıb 6 və 3 olaraq düşünməyin. 6'ya bölünsün,
3'e bölünsün diye düşünmeyin. 2 ve 9'a bölünməni tətbiq edin. Sonra 25'e bölünmə. 25'e bölünmə. Son iki rəqəmi ya 2 sıfırla ya 25'le, yani minimum 2 sıfır uşaqlar. Minimum 2 sıfır. 50 ilə 75 ilə bitən ədədlər 25'e bölünür. Sonra 30'a bölünmə son vaxtlar çox qarşımıza çıxır. 30'a bölünmə 3'e və 10'a bölünən ədədlər 30'a bölünür. Hər hansı bir sizə ədəd verilərsə, məsəl üçün belə bir ədəddir. Tutaq ki, bu da B ədədi. Deyir ki, 30'a bölünürsə bu ədədi tapın. Əvvəllə deməli ki, 10'a bölünməsi üçün sonu sıfırla bitməli. Deməli, B-nin yerdə nə dayanır? Sıfır dayanır. B-ni tapandan sonra, daha sonra artıq 3'e bölünməni tətbiq eləmək asan olar sizin üçün. Məsələn, A-nın ən kiçik, ən böyük qiyməti soruşacaqdır. Burada əlbəttə ki, A bərabər ən kiçik qiymət. 5'in üstünü 3 rəqəmlərin cəmi ilə 3'e bölünməni yoxlayıram. 5'in üstünü 3, 8, 8 plus A. A'nın da yine en küçük kıymet ne olmalıdır? 1 olmalıdır ki 9 eləsin ve 3'e bölünsün. Deməli A neymiş? 1'ymiş. B neymiş? 0'ymış. Mesela diyebilirler bu adetlerin hasilini tap, cəmini tap, fərqini tap. Yani bu tip suallarda artık özünüz həll edebilirsiniz. Kitaplarda çok zaman bu qaydalar yoxdur, ama artık yeni testlerde, test nümunələrində böyle suallarla karşılaşmış oluram ve siz de bunu bilin. Sonra keçirik 45'e. 30'dan sonra 45 gəlir. 45'e bölünmə uşaqlar, bunu da yəqin ki bəziləriniz eşitməyə 45'e bölünmədə 5'e və 9'a bölünmədir. Yenə deyirəm, baxın bu 30'a bölünmə ilə bağlı suallar necə ki, bax burada yazdım nümunəni. Bu 45'e bölünmədə onun kimi düşəcək. Məsələn, ədədin sonu mütləq 0 və ya 5 ilə bitməlidir. Ve rəqəmlərin cəmi olmalıdır ki 9'a bölünsün. Yəni hər iki halı, hər iki nümunələri yoxlamaq lazımdır. Sonra 50'ye bölünmə, uşaqlar, 50'ye bölünmə. Sonunda mütləq 2 dənə 0 olsun və 50 ilə bitsin. Bu tip ədədlər 50'ye bölünəcək. Məsələn, 1050 və yaxud 2200, sonunda 2 0 varsa bu 50'ye bölünür. Sonra var bizim 75'e bölünmə əlamətimiz. Bu da görmüşəm bu tip nümunəndə, buna ait bir nümunədə görmüşəm. 25 və 3'e bölünən ədədlər 75'e bölünür. 25'e bölünməni indicə dedik. Son iki rəqəmi 2 0 25 75 ilə bitsin. 3'e bölməndə bilirik zaten rəqəmlərin cəmi olsun və sonuncu olan 100'e bölünmədə də minimum 2 dənə nə olmalıdır? Minimum 2 0 olsun. 2 0 olsun. Bu da 1. İndi keçək. Sadə və mürəkkəb ədədləri artıq bilirsiniz, amma burada bir neçə ədədin araşdırılmasını və bir neçə sual tipini birdən deyəcəm. Sadə və mürəkkəb ədədlər artıq biraz qısa deyim. Natural ədədlər üzərində çox qalmayaq. Mürəkkəb ədədlər. Düzəldim. Deməli, sadə ədədlər özünə və birə bölünsün. Bilirik ki, məsələn, 2 ən kiçik sadə və yeganə cüt ədəddir. Özünə və birə bölünür. Bir nə sadə, nə də mürəkkəb uşaqlar. Biri onlara saymırıq. Mürəkkəb isə özünə, birə və başqa ədədə bölünsün. Yani mesela en küçük mürəkkəb ədəd 4'dür. 1'e, 2'ye ve 4'e bölünür. Özündən başqa 2'ye bölünür. Mesela diyebiliriz 16, 1'e, 2'ye, 4'e, 8'e, 16'ya, yani çox da ola bilər. Şu an sizə ən çox nə edeyim? Rəqəm və ədəd anlayışını bir-birinə qatmayın. Rəqəm ayrı, ədəd ayrı. Şu an rəqəm deyəndə 0'dan 9'a qədər olan hissə ədəd rəqəmlərdir. Ədədlər isə 1'dən başlayır, sonsuz gedir. Yəni, məsələn, mən sual olaraq düşə bilər ki, ən böyük rəqəm
Neçə deyəsiz? 9 deyəsiz. Ən kiçik rəqəm 0. Amma ədəd olaraq deyəndə ki, ən kiçik ədəd 1 götürəcəksiniz. Ən böyük ədəd sonsuz götürəcəksiniz. Deyəcəksiniz, yoxdur, sonsuzdur çünki. Məsələn, desəm ki, ən böyük sadə rəqəm olmalıdır nə? 7. 1-ə və özünə bölünür. Ən böyük mürəkkəb rəqəm 9 olacaq. 1-ə, 3-ə və 9-a. Yəni, bu rəqəm və ədəd anlaşını bir-birinə qatmayaq. Xahiş edirəm, diqqətli olun. Sonra, ədədin araşdırılması. Məsələn, sizə bir dənə ədəd yazıram və bunu sadə vurğulara ayırıram. Uşaqlar, sadə vurğuları ayıranda, bəzən mən özüm də orta məktəbdə oxuyanda, həmişə bizə müəllimlər öyrədir ki, mütləq şəkildə 2-yə böl, 2-yə bölməsən səhv gedəcəksən. Amma bu o düzgün deyil. Yəni 2-yə bölməsək də olar. Yəni biz bunu birbaşa 11-ə də bölə bilərik. Əsas odur, sadə ədəd olsun. Sizin üçün hansı rahatsa o olsun. Şu an 3300-ü 2-yə bölsəm daha tez taparam, yoxsa 11-ə bölsəm? Əlbəttə ki, 11-ə bölsəm. 11-ə böləndə 300, daha sonra mən məsəl üçün 5-ə də bölə bilərəm, amma 3-ə böldüm. 300-ü 3-ə bölürəm. 100, 5'e bölürəm. 20 gördünüz, ədəd daha tez sadə vurğulara ayrılmış oldu. Yəni nə olur olsun, böyük ədəd seçə bilərsiniz, amma sadə olsun. Bəzən elə ədəd qarşımıza çıxa bilər ki, biz onu ancaq 2-yə bölə bilərik. Yəni mən demirəm ki, qaydanızı, indiyənə qədər bildiyiniz qaydanızı dəyişdirin. Mən sadəcə deyirəm ki, sizin üçün hansı daha yaxşı olar, hansı daha əlverişli olar, əlverişli olacaq olan ədədi seçin. Amma sadə olsun. Mən bəzən bunu deyirəm, amma uşaqlar götürür, ona bölür. Deyirəm, niyə? Çünki deyirlər ki, siz 11-ə bölünsünüz, mən də ona böldüm, rahat olsun. Söhbət rahatlıqdan getmir. Söhbət sadə ədəd olmasından gedir. Yəni, sadə olmalıdır. Elə edin ki, sadə ədəd olsun. Keçirik. Bu ədədlər üzərində bir neçə nümunə var. 6 dənə nümunə var. 6 dənə sual tipi var uşaqlar. Yəni 6-sı da düşə bilər və çoxu da bir-birinə oxşuyur. Bir-birindən ayırt edək. İndi bax, tam fikrinizi verin. Qulaq asın ki, imtahanda olar ki, düşər və siz onu qarışdırmayasınız bir-birinə. Əvvəlcə ədədi düstur formasında bu formada göstərirlər uşaqlar. A üstü M, B üstü N, C üstü K. Yəni bu M, N, K qüvvətləri, yəni saylarını göstərir. A, B, C isə sadə vurğuları göstərir. Yəni bizim ədədimiz 3300 bərabərdir. 11-dən neçə dənədir? 1 dənədir. 3-dən neçə dənədir? 1. 5-dən 2 dənə. İndi əlavə ədəd var deyə uşaqlar. Məsələn, D üstü E. Əlavə ədəd var deyə əlavə ədəd qoydum. 5-dən 2 dənədir. 2-dən də 2 dənədir. İndi birinci sual tipimiz nə olur? Sadə vurğuların sayı. Sadə vuruq sayı. Biri bu. Bu zaman qüvvətlər toplanır və yaxud tək-tək sayırsınız. İndi göstərəcəm necə. Baxın, belə. Yəni ya qüvvətləri topluyorsunuz ya da belə 1, 2, 3, 4, 5, 6. Yəni belə bu formada cəmləyirsiniz, sayırsınız tək-tək. Və yaxud qüvvətlər. Qüvvətlər deyincə hara yazdım mən? Bu hissəyə yazdım. Baxın. 1, üstəgələ 1, üstəgələ 2, üstəgələ 2. O da bizə nə verir? 6. Hansı rahatsa o. Bir problem yoxdur. Mən niyə hər iki halı deyirəm? Çünki bəzən elə ola bilər ki, məsələn, ədədi verər, siz gərək sadə vurğuları ayırıb tapasınız. Bəzən də ədədi bu formada, eləcə bu formada verir. Bu formada verir və siz gərək bunu elə üstləri toplayıb yazasınız. Elə görmüşəm ki, bəzən belə ədədlər verir, indi aşağıdan yazıb sinirəm. Məsələn, belə 8-in kvadratı, 15-in üstü 3. Bu formada ədədləri uşaqlar çaşır. 8-in kvadratı 64, 15-i kuba yüksəldir, hamısını bir-birinə vurur. Daha sonra bunun sadə vurğuların sayını tapır. Belə suallarda qarışdırmayın. Yəni bunu bu tip eləsəniz vaxt itirərsiniz və imtahana da belə suallar düşür. 8 nədir? 2-nin kubudur. Üstündə də 2 var. 15 nədir? 3 vur 5 deməkdir. Sadə vurğuları ayırın. Bunu buradan yazın. 2 üstü 3 də pekinin qüvvətlər vurulur. İndi mən bir hədlər və çox hədlərə gəldim, çıxdım. Orada da belə suallarımız var. İndi o mövzulara da toxunacağım növbəti dərslərdə. 3 üstü 3, 5 üstü 3. Yəni indi mən sadə vurğuların sayını tapa bilərəm də. 6, 3, 3. Cəmsi nə edir? 12 dənə sadə vuruq olmuş oldu. Yəni bu tip suallar olanda da
Qorxmayın. Yəni bu hamısını bir-birinə vurmayın. Çox vaxt itirməyin belə suallarda. Yəni belə rahatlıqla tapa bilərsiniz. Bunu kənara qoyuram. Sonra mən sizə PDF-i göndərəcəm. Oradan da PDF-ə baxa bilərsiniz. İkinci nə olur? İkinci olur müxtəlif sadə vuruqların sayı. Müxtəlif natural ədədlər bölməsi o qədər böyük və geniş bölmədi ki, yəni nə qədər qısalaşdırmağa çalışsaq belə vacib olan məqamlar çoxdur. İndi mən əlimdən gəldiyi qədər uşaqlara izah edəcəm. Ola bilsin ki, qrupa yazdığım bəzi mövzuların izahını verə bilmədim. İnşallah onda növbəti dərslərdə dərsləri açacağam, oradan baxa bilərsiniz. Yəni indidən məlumat verirəm ki, sonra deməyin ki, müəllim bu qədər mövzu adı çəkmişdi, amma məsələn 2 dənəsinə, 3 dənəsinə baxa bildik. Yəni səbəbini də deyim ki, yəni geniş mövzular olanda mən də geniş izah verirəm ki, heç nə aradan qalmasın. Yəni olar ki, imtahanınıza düşər. Deməli, sadə vuruqların sayı hər vuruqdan bir dənə. Hər vuruqdan bir dənə götürürsünüz. Yəni baxın, bir dənə 11, bir dənə 11, bir dənə 3, bir dənə 5, bir dənə 2. Yəni qısaca 4 dənə. Sinonim nədir bilirsiniz? Sinonim. Sadə bölənlərin sayı. Uşaqlar, bəzən, bax, ən yaxşı uşaqlar, ən yaxşı savadlı, nə bilməyim, full yazan, 23, 24, 25 yazan uşaqlar belə sadə bölənlərin sayını, sadə vuruqların sayını bir-birinə qatır. İndi isə mən sizə deyirəm ki, sadə vuruq deyəndə bütün vuruqların sayı başa düşülür. Amma sadə bölən deyəndə hər vuruqdan bir dənə, yəni hər ədədin bölündüyü sadə ədədlər. Yəni bir dənə 2, bir dənə 5, bir dənə 3, bir dənə 11. Hətta mən deyirəm ki, müxtəlif sadə vuruqların sayı ilə sadə bölənlərin sayı bir-birinə nədir? Sinonimdir. Yəni sinonim olduğu üçün yenə hər vuruqdan bir dənə olmuş olacaq. Hər vuruqdan bir dənə. Qısaca yazıram, onsuz sonra videoda baxa bilərsiniz. İnşallah bir problem olmazsa. Deməli, 4 dənə olmuş oldu. İndi keçirəm natural bölənlərin sayı. Natural bölənlərin sayının düsturu n bərabərdir. N plus 1, yəni qüvvətlərin üzərinə 1 gəlirəm. N plus 1, K plus 1. Bir də, indi orada yazmışam, n plus 1. Baxın indi, 11-dən bir dənə, 3-dən bir dənə, 5-dən 2 dənə, 2-dən də 2 dənədir. Qüvvətləri görürsünüz də, baxın, qüvvətlər bax bunlardır. Qüvvətlərin üzərinə bəzən çaşıb aşağıdakı ABCD ədədlərini gəlirik. Xeyr, qüvvətlərə gəlməliyik. Qüvvətlərin üzərinə 1 gəlməliyik. 1 plus 1, 1 plus 1, K 2 dənə idi, 2 plus 1, L də 2 dənə idi, 2 plus 1. İndi 2 vur 2, vur 3, vur 3. Yəni hamısını bir-birinə vururuq. Bəzən ortaya götürüb toplamada yazılır uşaqlar nədənsə. O qədər eyni şeylərlə rastlaşmışam deyə. Məcbur sizə əvvəlcədən xəbərdarlıq edirəm ki, yəni etməyəsiniz. Cavab olur 36. Tam bölənlərin sayı isə 5-ci qayda. Tam bölənlərin sayı 36-nı 2-yə vurur. Yəni, bu nə deməkdir uşaqlar? 36 dənə natural ədədə bölünürsə, tam ədədlərdə bilirik ki, mənfi və müsbət ədədlərdir. 36 dənə tam ədədə bölünürsə, 36 dənə də mənfisinə bölünür və ümumi olaraq 72 dənə bölənləri olmuş olur. Yəni, belə deyək də, 2 vurulsun, düstur kimi desək, 2 vurulsun, natural bölənlərin sayı. NBS. Bu da biri. İndi isə 6-cı sual. 6-cı sualı həm də uşaqlar ətraflı geniş izah verəcəm. Çünki 6-cı sual yalnız burada yox, kəsirlər mövzusunda da, 6-cı qayda kəsirlər mövzusunda da bizə lazımdır. Bu nə deməkdir? Əvvəlcə qarşılıqlı sadə ədəd nədir? Ondan danışaq. Qarşılıqlı sadə ədədlər. Yuxarıda bir dənə qeyd edeyim, qaydaq gələk. Deməli, qarşılıqlı sadə ədədlər. Ortaq qrupları olmasın. Olacaqsa da yalnız bir olsun. Qarşılıqlı sadə ədədlər. Ortaq qrupları yalnız bir olsun. Qrupları yalnız bir olsun.
Məsələn, 5 ilə 17 ortaq qrupları yoxdur. Müxtəlif sadə ədədlər. Və yaxud 16 ilə 25. 16 2-ni 2-yə, 4-ə, 6-ya, 8-ə, 16-ya bölünür. 25 isə yalnız 1-ə, 5-ə və 25-ə bölünür. 1-ə, 2-yə, 4-ə, 8-ə, 16-ya, bu isə 1-ə, 5-ə, 25-ə. Yəni ortaq qrupları yalnız nədir? 1-dir. Yəni qarşılıqlı sadə ədədlər necə ədədlər ola bilər? Müxtəlif sadə ədədlər ola bilər. Ardıcıl tək ədədlər ola bilər. Bir də bayaq yazdığım 16 ilə 25 kimi müxtəlif ədədlər ola bilər ki, onları siz sadə qruplara ayıraraq da tapa bilərsiniz və yaxud belə bölənlərini araşdıraraq tapa bilərsiniz ki, ortaq qrupları yoxdur və bu ədədlər qarşılıqlı sadə ədədlərdir. İndi qarşılıqlı sadə ədədin nə olduğunu bildik. İndi isə qaydaq 3300-dən kiçik və 3300 ilə qarşılıqlı sadə ədəd olanların sayını tapmaq. Kiçik və 3300 ilə qarşılıqlı sadə ədədlərin qarşılıqlı sadə olan ədədlərin sayının tapılması. Ədədlərin sayının tapılması. Bunun özünün hazır düsturu var. Bu sual, bu nümunə həm də nəyə aiddir? Yəni, bax, bir nümunə budur. İkinci nümunə odur ki, məxrəci 3300 olan, bunu indi artıq mən kəsirlərdə izah eləməyəcəm. Məxrəci 3300 olan düzgün kəsirlərdən neçəsi ixtisar olunmur? Neçəsi ixtisar olunmur? Bax, burada qaydası məşhur düstur. P bərabərdir. A vurulsun, 1 çıxılsın 1 böl A, 1 çıxılsın 1 böl B, 1 çıxılsın 1 böl C. Düsturu ilə tapılır. Yəni, indi burada D'miz də var idi bizim. 1 çıxılsın 1 böl D. Yəni, A, B, C, D vuruqlardır. A isə ədədin özüdür. Uşaqlar, 3300 vurulsun, 1 çıxılsın, 11-də 1, 1 çıxılsın, ortada vurma var. 1 çıxılsın, 3-də 1, 1 çıxılsın, 5-də 1, 1 çıxılsın, 2-də 1. Ortada vurma var. 3300 vurulsun, artıq hesablayıram. 1-dən 11-də 1 çıxanda, 11-də 11-dən 11-də 1 çıxanda, 11-də 10, 1-dən 3-də 1 çıxanda, 3-də 2, 1-dən 5-də 1 çıxanda, 5-də 4, 1-dən 2-də 1 çıxanda, 2-də 1. Daha sonra bunların hamısını, baxın indi, görün nə edirəm. Bu ədədləri bir-birinə vuranda, baxın, bunlar bütöv ixtisar getsə, yuxarıdan görün nə edirəm. Hər vurduqdan birini silirəm, görün nə qalır. Baxın, 11-i sildim, 3-ü sildim, 5-i sildim, 2-i sildim. Bir dənə nə qaldı? 5-lə 2 qaldı. 5-də 2 nə verir? 10 verir. Birbaşa ixtisara apardım yormadan özümü. Gördünüz? Bu gedir. Yerdə nə qalır? 10. Daha sonra surətlərdə bir-birinə vurun. 10 vur 10, vur 2, vur 4. 100, 200, 400, 200'ü də 4'ə 800. Yəni hesab səhvim olarsa uşaqlar heç kim çəkinməsin, desin. Yəni tələsik danışıram. Birdən olar ki, nəsə hesab mexaniki səhv eləyərəm. Siz də mənə bildirərsiniz. Burada qətiyyən çəkinməkli bir şey yoxdur. Yəni hamımız insanlıq, səhv ola bilər. Deməli 800 dənə qarşılıqlı sadə ədəd var. Həmçinin 800 dənə ixtisar olunmayan düzgün kəsir var. Desəz ki, müəllim, bəs yaxşı. Neçə dənə ixtisar olunan düzgün kəsir var? 800 dənə. İxtisar olunmayan, daha doğrusu, olunmayan kəsir var. Neçə dənə düzgün kəsirimiz var? 3299 dənə düzgün kəsir var. 3300'də 3299 dənəsi düzgün kəsirdir.
və mən 3299-dan 800-ün çıxsam, ixtisar olunan kəsirləri tapmış olaram. 3299 olacaq 2499 dənə ixtisar olunan kəsir var. Burada həm də kəsirlər mövzusunda demiş oldum. Şöyle gəlin EBOB EKOB'dan da qısaca qeydlər deyim və yekunlaşaq buradan. Digər mövzularımız makro ədədlər qədər uzun çəkməyəcək. Ən vacib yerləri deyəcəm. Deməli, bilirik ki, EBOB EKOB tapılma qaydaları bilirik. EBOB-da ortaq vuruqları seçirik, EKOB-da da ortaqları seçirik. Daha sonra ortaq olmayanları əlavə edirik. Yəni kimsə nəsə belə bir problemi olarsa, mənə sonraki dərslərimizdə mənə sual verə bilər. Yəni gəlin heç nə olmaz. Qısaca mən adi bir ədəd seçim 20 ilə 30. Gəlin bunu tez sadə vuruqlara ayıraraq EBOB-un EKOB-unu göstərim. Çünki burada mənim dərs demədiyim şagirdlərim də var. Şagirdlərim deyirəm, indi hər kəs şagirdim sayıram çünki şagirdlər də var. Gəlin onlar üçün də qısaca tez deyim. 20-ni 5-ə bölürəm. 4, 2, 2, 2, 1. 35'e bölürəm. 6, 2, 3, 3, 1. Yəni sadə vuruqların sırasının önəmi yoxdur. Deməli, EBOB tapanda ən böyük ortaq bölən, xüsusi olaraq bölən sözünə diqqət yetirin. Hər ikisinə ortaq olanlar hansılardır? 5-lə 2. Şimdi götürüb 5 vur 2 vur 5 vur 2 kimi yazmayın. Sadəcə 5 vur 2. Bu EBOB olur, cavabımız olur 10. Hər ikisinin bölündüyü ən böyük ədəd 10'dur. 20 ilə 30'un EKOB-u isə uşaqlar ortaqları seçdiniz 5 ilə 2. Daha sonra ortaq olmayan, yəni seçmədikləriniz hansıdır? 2 və 3. Onları da əlavə edirsiniz. Neçə eləyir? 5 də 2. 10, 12, 20, 23'e 60. 60 da olur EKOB. C nədir uşaqlar? C ortaq olmayan sadə vuruqların hasilidir. Ortaq olmayan qısaca sadə vuruqların hasili yazıram və C-ni necə tapa bilərəm? Yəni ortaq olmayanlar gördünüz 2 ilə 3 idi. Altından xətt çəkmişdim. 6'dır hasili və yaxud C-nin tapılma qaydalarından biri isə odur ki, EKOB-un qiymətini EBOB-un qiymətinə bölərək tapmaq olar. Həqiqətən də 60'ı 10'a bölürəm. 6 edir. Sonra bir də vacib düsturlarımız var. EBOB-un qiymətini EKOB-un qiymətinə vuranda hər zaman nə verir? Hasillərini verir. Verilən ədədlərin hasilini verir. A vur B. Sonra C-ni dedik, EKOB-un EBOB bölməsi. Uşaqlar, EBOB-un tapılma qaydalarından biri də odur ki, kök altında A vur B böləcək. EKOB-un tapılma qaydalarından biri də odur ki, kəsir xətt yoxdur, A vur B böləcək. İndi bəziləriniz deyə bilər ki, müəllim, mən bunu bilirəm, amma tez-tez yadımdan çıxır, qarışdırırım. Bölmə varsa EBOB-dan götürün. Belə deyim də, loru dildə, asan dildə beləcə deyim ki sizə, EBOB görürsünüz ki, kiçik qiymətlər alır. Yəni bu ən böyük bölənlər içərisindəki 20 ilə 30'un içərisindəki 20 ilə 30'un bölənlərinin içindəki ən böyük ədəd olaraq sayılır. Amma normal olaraq EKOB-dan kiçik qiymətdir. Yəni biz də ədədi bölsək daha kiçik qiymət olar. Ona görə kəsir olan ədədi, kəsir olan düsturu EBOB-a yadda saxlayın. EKOB isə böyük qiymət aldığı üçün hasili olanı EKOB-a saxlayın. Yəni biraz qarışıq deyə bilərəm. Başlanğıcda cümləni necə qurum? Biraz tərəddüd elədim, qarışdı. Amma indi yəqin ki tam başa düşürdüm. Yəni EBOB kiçik qiymət aldığı üçün bölmə olanı yadda saxlayın. EKOB böyük qiymət aldığı üçün vurma olanı yadda saxlayın. Sizin üçün yəni bunu belə deyirəm. EBOB-la EKOB-un isbatı da var uşaqlar. Yəni bu düsturların hardan yaranmasının isbatı da var. İnşallah onda mən artıq 9-cu sinifsizlik dərinə getmirəm. 11-ci sinifdə 1-ci qrupa hazırlaşan uşaqlar üçün isbatlar da mövcuddur. Qismət hələ ki imtahanı qutarım, ondan sonra da öyrənərsiniz bunları deyərik. Keçək, bəzi ədədlər var. Məsələn, baxın, A ədədi B ədədinin bölənidir. Böləni. Olarsa, EBOB nə olur? A bölən, EBOB bölən uşaqlar. A ədədi böləndirsə, EBOB-u A-ya bərabərdir, onda EKOB da B-dir. Sonra A və B ədədləri qarşılıqlı sadə ədədlər olarsa,
Qarşılıqlı sadə ədədlər. Mən burada qısaca belə yazıram, siz videoda görərsiniz. A və B ədədlər qarşılıqlı sadə ədədlər olarsa, əbobları hər zaman 1. Dedik ya, qarşılıqlı sadə ədədlərin ortaqlıqları yalnız 1 olur. Əkobları isə hasilləri olmuş olur. Bu da belə. Uşaqlar, indi demirəm, hamısını demədim, amma vacib olan məqamlara toxundum. İndi isə keçək çoxluqlar mövzusunda çox dərinlə getməyəcəm. Ən vacib məqamlar nədir? Onları deyəcəm. 2-3 dənə vacib məqam var. Onları bildirib daha sonra keçəcəm digər hissələrə. Deməli, çoxluqlarda indi mən işarələr falan heç nəyə bildirməyəcəm. Sadəcə bilin ki, əsas düsturlarımız var. NA birləşmə B bərabərdir. NA üstəgələ NB çıxılsın NA kəsişmə B. Düsturlarla bağlı çox məsələlər düşür. NA birləşmə B bərabərdir. NA fərq B. Üstəgələ NB fərq A. Üstəgəlsin NA kəsişmə B. Bir də bu düsturlar var. Az çoxluq. Az çoxluq bəzən çox qarışdırılır. Çox bir-birinə qatıb qarışdırırlar uşaqlar. Az çoxluq nə deməkdir uşaqlar? Yəni, baxın, qısaca bir nümunə yazım. A-da bu elementlər var. B-nin elementləri isə bax budur. 2, 3, 5 qısaca. A-nın bütün elementləri B-də də varsa, A-ya B-nin az çoxluğu deyilir. Və diaqramda göstərsək, A çoxluğu B çoxluğunun daxilində yerləşir. Bu formada az çoxluqların sayı. Məsələn, B çoxluğunda 2, 2, 3, 5, 7. Çoxluq yazmışam bir dənə belə. C çoxluq olsun. Deyirəm ki, 2, 3, 5, 7 çoxluğundan maksimum neçə dənə az çoxluq yaranır? Az çoxluqların sayını necə tapıram? 2 üstü n-lə tapmış oluram. Bunlardan bir dənəsi hər zaman boş çoxluq olur, yadınızda saxlayın. Yəni 16 dənədir, amma bir dənəsi hər zaman boş çoxluq olur. Bir dənəsi həmişə boş çoxluq olur. Yəni boş çoxluq orada var, amma biz görmürük boş çoxluq olduğu üçün. Həmişə boş çoxluq olur. Bir də qrafiklər, uşaqlar, qrafiklər bəzən qarışdırır başınızı. Hiləsini öyrədəcəm sizə. Hiləsi nədir onu deyəcəm. Məsələn, belə bir şey var. Belə bir dairə var. Belə bir şey. Belə bir şeydir və bizdən nə istəyər? Rəngliyim indi. Rəngləyəcəm. Baxın, bizdən rənglənmiş hissə. Yadınızda saxlayın. Həmişə birinci rənglənmiş hissə gəlir. Çoxluqların adlarını qeyd edeyim. Baxın, A dairəsi, B üçbucağı, C düzbucaqlısı. Biz burada nəyə fikir verməliyik? Baxın, A ilə C-nin kəsişməsi rənglənir. Həmişə rənglənmiş hissə birinci gəlməlidir. Bundan nəyə çıxıblar? B üçbucağını çıxıblar. B üçbucağının heç bir hissəsi rənglənməyib. Çıxırlar B-ni. Yəni, hiləsi nədir? Rənglənmiş hissə həmişə birinci gəlməlidir. Yəni, kəsişmədir, birləşmədir. Bunları da bilirsiniz. Bütün hamısı rənglənsəydi, deyərdik ki, birləşmədir. Buna görə xüsusi olaraq diqqət yetirin. Bir də tamamlayıcı çoxluq nədir? Onu da deyim, yekunlaşaq çoxluqdan. Heç çoxluqlara başladım mı? Çoxluqların adını yuxarıda qeyd eləmədim. Mən bunu bir dənə qeyd edeyim. Çoxluqlar. Yəni, qısaca formada. Da belə. Bir də tamamlayıcı çoxluq çox asandır, amma uşaqların çoxsunun məlumatı olmadığı üçün yaddan çıxır. Məsələn, baxın, A çoxluğu verilir bizə. 2 olmasın. Gəlin, bu səfər hərf yazaq. M, N, K, L. B çoxluğu da verilir bizə. M ilə K. İndi bizə də soruşur ki, bax, tamamlayıcı çoxluğun işarəsi bu formadadır. Deyir ki, bərabərdir sual. Bunda nə etməliyəm? Uşaqlar, B-nin A-dan hansı elementlərə ehtiyacı var? M-lə K zaten eynidir. Hansı elementlərə ehtiyacı var? N-lə L. Deməli, hansı elementlər olacaq? Tamamlayıcı. Yəni, mənim M-lə K çoxluğum var B-də.
A çoxluğu gəlir onu tamamlayır hansı elementlərlə? N və L elementləri ilə tamamlanmış olur. Məsələn, sayını soruşa bilər. 2 dənə idi, çoxluğun özünü soruşa bilər. N ilə L olmuş olacaq. Bu da tamamlayıcı çoxluq. Məncə artıq çoxluqlardan kifayətdir. Keçək. Uşaqlar, kəsirlər. Kəsirlərin artıq üzərində əməllərə keçmək istəmirəm. Adi və onluq kəsirlər. Adi və onluq kəsirlər. Kəsirlərin üzərində əməllər, hesablama əməllərindən buna çox toxunmayacağım. Ən çox nə kimi şeylər baş qarışdırır, onu deyim sizə. Çoxluqlarda bizə ən vacib olan hissələr nədir? Sonlu, sonsuz. Çoxluq dedim, həmən çaşıb. Kəsirlərdə vacib olan məsələlər. Sonlu və sonsuz kəsirlər. Sonlu kəsirlər necə ayırd olunur sonsuz kəsirlərdən? İndi uşaqların çoxsu fikirlərində belə düşünürlər ki, böləndə sonsuz gedirsə sonsuz kəsirlər. Bəli, düz deyirsiniz, səhv demirsiniz. Amma qısaca kəsirlər necə ayırd edərik? Daha rahat yolla hansı üsulla ayırd edərik, onu göstərim. Deməli, məxrəcin vuruqları 2, 5 və ya 2 və 5 vuruqları olarsa, sonlu başqa ədəd olarsa, sonsuz. Yəni, baxın, məsələn, 20-də 7, bir də var 35-də 3. Əvvəlcə uşaqlar, mən ixtisar olunmayan ədəd seçdim. Əvvəlcə ixtisar olunub olunmamağına fikir vermək lazımdır. Yəni, ixtisar olunmursa, başlayın məxrəci sadə vuruqlara ayırın. 20-nin vuruqları baxın. 35'in vuruqları da bu formada. Gördünüz, burada yalnız 2 və 5 ədədləri var. Deməli, bu kəsir 20-də 7 sonlu kəsirdir. Amma burada bir dənə əlavə 7 var deyə, nə olsun ki 5 var burada? Bu isə olacaq nə? Sonsuz kəsir. Sonlu və sonsuz kəsirlər bu formada ayırd edirik. Və buna aid nümunə istəyirəm deyəm sizə. Məsələn, deyirəm ki, elə bayaqki 3300 ədədini. Deyirəm, asan ədəd seçək yoxsa? Yəni, asan ədəd seçək. 570. Məxrəci 570 olan sonlu kəsirlərin sayını tapmaq istəyirəm. Nə etməliyim? Əvvəlcə sadə vuruqları ayırmalıyam. Mən birinci 19'a bölürəm, siz birinci 5'e də bölə bilərsiniz, ona da onu deyirəm. 3'ə, 2'yə bölə bilərsiniz, problem yoxdur. Amma 57 19'a bölündüyünü bildiyimiz üçün birinci 19'a böldüm. Çünki 19 sadə ədəddir. 19'a bölürəm 30, 5'e bölürəm 6, 3, 2, 2, 1. Sonlu kəsirlərin sayını tapmaq üçün götürürəm 5 ilə 2'ni, vururam bir-birinə. Bir dənəsi də düzgün 10 eləyir və 570'də 570 düzgün deyil deyə, düzgün olmayan kəsirdir deyə. Ondan da bir çıxıram, deyirəm ki 9 dənə sonlu düzgün kəsiri var. Sonlu düzgün kəsir var. Sonsuz kəsirlərin sayını soruşsa amma 569 dənə düzgün kəsir olduğu üçün 569'dan 9'un çıxıram, deyirəm ki 560 dənə sonsuz düzgün kəsir var. Düzgün kəsir var. Deyək ki, lap rahat olan hissələr düşsün sizə. Sonra bizə vacib məqamlardan biri nədir? İmtihana da düşür. Məsələn, belə bir nümunə düşür uşaqlar. Deyir ki, Emin ala biləcəyi bu kəsirdə nümunə üzərində izah verirəm də bu səfər. Deyir, bu kəsirdə Emin ala biləcəyi natural qiymətlərini, yəni kəsirinin ala biləcəyi tam qiymətlərin sayını tap. Bu kəsirin ala biləcəyi tam qiymətlərin Emin neçə qiymətində bu kəsir tam qiymət alır. Emin, bunu rahat yazım. Emin neçə qiymətində. Tez-tez yazmağa çalışıram deyə. Səliqəsiz ola bilər. Əsas odur başa düşülsün. Məncə başa düşülür. Bu tip suallarda hər tərəfinə etməliyəm, emə bölməliyəm. Mən şərti yazana kimi uşaqlarım çox suallar bilir, bunu hesabladım.
16 bölünsün m. Şimdi her tarafı ixtisar aparıram. Yerdə qalır m. Üstə gələk 5 çıxılsın 16 bölün m. Uşaqlar, natural qiymət alır deyirsə, gətirib yerinə qiymətləri qoymağı unutmayın. Amma tam qiymət dediyi üçün m-in ala biləcəyi 16-nın bölündüyü tam ədədlərə baxmalıyım. 1 həm də -1. 2 həm də -2. 4 həm də -4. Amma ifadənin və ya m-in natural qiyməti deyəndə gətirib qiymətləri yerinə qoyub yoxlamağı unutmayın. Həm m natural olsun, həm də ifadənin qiyməti natural olsun. Yəni buna xüsusi olaraq fikir verin. 8, -8, 16, bir də -16. Yəni bunu mən belə dedim, bir dənə bununla iş qutarmır da. Natural deyəndə hamısını gətirib yerinə qoymağı unutmayın. Burada indi neçə dənə ədəd oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə. Tam dediği için rahatam. Yani tam ədədlər, mənfi, müsbət hər şeyi qoya bilərəm. Amma naturalda isə diqqətli olmalıyım. Həm gətirib yerinə qoyub hesablayanda, natural qiymət qoyanda ifadənin qiyməti də natural olsun. Həm də m-in yerinə qiymətlər. Məsəl üçün, gəlin bunu mən deyim, siz tam qarışdırmayın. Natural qiymət deyəndə mən hansı qiymətləri qoyacağım? 1, 2, 4, 8, 16. Gətirib mən bunu yerinə qoyub görüm, həqiqətən ifadənin qiyməti natural olurmu? 1 qoyanda 1 üstə gələk 5 çıxılsın 16 böl 1. 6 çıxaq 16 -10 elədi. Gördünüz, ifadənin qiyməti mənfi oldu. Olmaz. 2 qoyanda 2 üstə gələk 5 çıxaq 16 böl 2. 7 çıxaq 8 ifadənin qiyməti nə oldu? -1. Olmaz. 4 qoyanda 4 üstə gələk 5 çıxaq 16 böl 4. 4, 5, 9. Cəmlədim. 9 çıx 4, 5 bu olar. 8 qoyanda olar. 16 qoyanda olar. 8 qoyanda 2 verir. Birbaşa yazsaq 11 eləyir. Olar. 16 qoyanda da 16 plus 5, 16'nın 16 yerində 1 eləyir. Birbaşa yazıram. 21, 20. Yəni olur. Başa düşdünüz, yəni mən nə demək istədiyimi. Şifahi dedim, sonra dedim birdən başa düşməsiz, ona görə də ətraflı demək istədim. Keçək. Kəsirlərdə bunu da bildik. Bəzən də dövrü kəsirləri qarışdırırlar uşaqlar. Uşaqlar, dövrü kəsirlərin açılışı. Mən bir neçə nümunə ilə yada salıram. Deməli, baxın, bir dənə ədəd varsa bilə, 9-da 6. 2 dənə ədəd varsa, deyirəm ki, 99-da 37. Sonra, məsələn, mötərizənin əvvəlində başqa bir ədəd varsa, belə bir şey. Mötərizənin içərisində 2 dənə 9 var, 2 dənə ədəd var deyə 2 dənə 9, mötərizənin əvvəlində 0-la, yəni vergüllə mötərizəyə qədər olan hissədə bir dənə ədəd, bir dənə rəqəm olduğu üçün bir dənə 0, ümumi hissədən 337-dən kənardakını çıxmağı unutmayın. 37-ni çıxmayın, ha? 3'ü çıxın, kənardakını çıxın. Yəni bu da olacaq 990-da 334. Sonra ixtisar varsa ixtisar aparın. Nə lazımdırsa eləyin. Bu da belə. Kəsirlərdən baxın görün başqa nəsə qalmadı ki, yəni 9-un imkanına düşə biləcək şeylərdən baxıram. Hə, bir dənə də belə nümunələr olur uşaqlar. Bir də 4 üstə gələk. Əlavda 4. Bax bu sual. Bu sualın çoxsu bilir, çoxsu isə deyir ki, mən bunu ortaq mənəcə gətirib hesablayarım. Hesablayarsınız uşaqlar, əlbəttə ki, hesablama olar. Lakin imtahanda vaxt aparan sualı var. Yəni siz 10 dənə sual yazmaq yerinə bir dənə sual yazarsınız. Bu isə əlbəttə ki, çox böyük bir səhvdir. Bu tip sualları yazmaq üçün əvvəlcə məxrəcin ayrılma şəkli, məxrəcdəki məntiqə baxın. Görün hansı məntiqlər düzülür. Baxın 20 4 vur 5 deməkdir. 30 5 vur 6 deməkdir. 42 mən bunu sirli şəkildə yazdım, amma bəzən elə aşağıdakı formada, açıq formada da verir. 42 6 vur 7 deməkdir. 56 da 7 vur 8 deməkdir. Bu tip suallarda qısaca rahat üsul. 4'ü 8'e vururam. Surətlərdə sayına vururam. 4 dəfə 4. Cavab nə olur? 4'lər gedir 8'e 4, o da nə verir? 2'də 1. Kısaca cevabı tapdım ne? 2'də 1.
Bu qədər asan. Yəni məxrəcləri birinci hissəsi ilə sonuncu hissəsini bir-birinə vurub sürətləri də toplayıram. Yəni toplaya da bilərəm. Belə 4/4-ün 16 da eləyir. Yəni 16 yaza bilərəm. Amma sürətlər fərqli, məxrəclər fərqli vuruqlara malikdirsə, onda əlbəttə ki, ortaq mərcə gətirərək hesablaya bilərsiniz. Bir də var müqayisə. Müqayisədə baxaq. Müqayisə. Müqayisədə uşaqlar, bilirsiniz, ortaq mərcə gətirməyini bilirsiniz. Düzgün kəsirlərdə sürəti, daha doğrusu ortaq məxrəclər eynidirsə, sürəti böyük olan böyük olur. Sürətlər eynidirsə, məxrəci kiçik olan böyük olur. İki dənə də fərqli üsulumuz var. Mən buna çarpaz üsul da deyirik. Kəpənək üsulu da deyə bilərik. Yəni fərq eləmir. Məsələn, 51-də 30, bir də 47-də 33. Belə bir sual var. Və mən bunu necə hesablayaram, necə yazaram? Əlbəttə ki, ədədi mən çox böyük ədədlər olaraq seçdim. Uşaqlar, 51-i 33-ə vuraram. Ədədi gəlin biraz asanlaşdıraq. Çox böyük getdim. Fərq eləmir, böyük ədədi də olsa eyni şey eləyəcəksiniz. Bunu da dəyişirəm. Nə olsun? 4-də 14-də 5, 15-də 3 olsun. Aha, 15'i 5'e vururam uşaqlar çarpaz üsulla. 75. 14'ü də 3'ə vururam 42. Hansı tərəf daha böyükdür? 75 olan tərəf böyükdür. Ona görə deyirəm ki, 14'də 5 kəsri 15'də 3 kəsrindən böyükdür. Bu həm də əsası ortaq məxrəcə gətirməyə əsaslanır. Yəni ortaq məxrəcə gətirəndə necə ki, hamısı ortaq məxrəcə gətirib vurursunuz, 15'i 5'ə 15'i 14'e vurursunuz, sonra 3'ü 14'e vurursunuz, sonra 5'i 15'e vurursunuz, eyni şeye gəlir. Amma belə bu üsulla ortaq məxrəcsiz, bu ortaq məxrəcin yarı hissəsini elə bir ki, istifadə edirsiniz də, bu daha rahat olur insan üçün, sizin üçün. Sonra bir də var belə suallar, nümunə olaraq deyirəm. 5 belə bir düzgün kəsirlər var. A, B, C, D ədədləri. Və bunu deyirəm ki, müqayisə edin. Bəziləriniz mən dediyim qaydaları bilir, artıq tətbiq etməyi bilir. Bəziləriniz ortaq məxrəcə gətirməyi düşünür və yaxud rəqəmlərlə bağlı nəsə eləməyə, atıb tutmağa çalışa da bilərlər. Atıb tutsalar düz taparlar. Çünki bunun əsas qaydası nədir? Yəni, sürətlə məxrəcin fərqi eyni ədəd verərsə, həmişə 2 verməli məcburiyyət deyil. 3-də verə bilər, 4-də verə bilər, 5-də verə bilər. Eyni ədədi verərsə, bu zaman deyirik ki, sürət düzgün kəsirlərdə rəqəmləri böyük olan böyükdür. Yəni, D böyükdür B-dən, böyükdür C-dən, böyükdür A-dan. Yəni, yenə deyirəm, sözümü təkrarlayıram, yazmıram, vaxt itir, amma sonra videoya baxa da bilərsiniz. Əgər düzgün kəsirlərdə sürət və məxrəcin fərqi eyni ədəd olarsa, rəqəmləri, ədədləri böyük olan kəsir daha böyük olmuş olur. Digər halda düzgün kəsir, ən azından düzgün kəsir sözünü yazın bura. Düzgün. Düzgün olmayanda isə tərsinə məsələn, belə bir, həmin ifadənin tərsinə yazıram. 3-də 5, 15-də 17, 6-da 8, 22-də 24. Yəni, tərsinədirsə, yenə məxrəclərin sürətin fərqi eynidirsə, düzgün olmayan kəsirlərdə kiçik olan böyük olur. Kiçik olan böyükdür. Yəni, A böyükdür, C-dən böyükdür, B-dən böyükdür, D-dən. Bu da sizin kəsirlər mövzunuz. Ədədin hissəsini və hissəsinə görə ədədin tapılmasını da qısaca deyim. 320-nin məsələn, deysək ki, 5-də 4-ünü tap, 320-ni 5-ə bölüb, 64, 64-də 4-ə vuranda eləyir 256. Amma tərsinə, məsələn, desəm ki, 7-2 hissəsi 10 olan ədəd desəm, tap, tərsinə 10-u böləcəksiniz 7-2-yə,
10'u vuracaqsınız 2 də 7'ye. 2 gedir 5, 5 də 35. 35'in 7 2 hissəsini tapsanız 10 olar. Bir də suallar başınıza qarşılarsa variantlardan yerinə qoyub yoxlamağı unutmayın. Bu da sizin kəsirlər mövzunuz uşaqlar. Keçək həndəsənin əsas anlayışları. Qısaca bunlara da toxunaq. Anlayışları. Yerdə nə qalan mövzumuz qalarsa, onu da növbəti dərslərdə əlimizdən gəldiyincə baxarıq. Sonra keçək indi həndəsənin əsas anlayışlarında əsas nə lazımdır uşaqlar? Şua. Şua bəzən çox asan, amma bəzən də çox başqalaşdıran bir şeydir. Deməli, bilirik ki, başlanğıcı olub, sonu olmayan düz xətt şua adlanır. Burada 2 nümunə sual düşür. Deməli, şua üzərində desəm ki 4 nöqtə var. 4 nöqtə var. Neçə şua yaranır? Neçə şua yaranır? Şuanın üzərində 4 dənə nöqtə qeyd edirəm. 1, 2, 3. O nöqtəsi ilə 4 dənə. 4 dənə nöqtə şua varsa, elə n sayda şua yaranır. Şua n, yəni nöqtələrin sayı qədər. 4 dənə. A şuası, B-A şuası, C-A şuası, D-A şuası. B, C, C, D hamısı parçadır, qarışdırmayın. Amma desəm ki, düz xətt üzərində, burada diqqətli olun, düz xətt üzərində 4 nöqtə varsa, neçə şua yaranır? Sonra düz xətt, bilirik ki, başlanğıcı və sonu olmayan xəttdir. Düz xəttin üzərində 4 dənə nöqtə qeyd olunsa, 1, 2, 3, 4, K, M, N, O. 4 dənə nöqtə varsa uşaqlar, 2n sayda, çünki iki tərəfdən qollar açılır deyə 2n sayda şua yaranır. K-A şuası, K-B şuası, M-A, M-B, N-A, N-B, O-A, O-E. Yəni 2 vur 4, 8 dənə şua yaranmış olur da belə. Sonra keçirik parça. Parçanın sayını qarışdırmayan. Parça. Bəzən parçanın üzərində bilirik ki, hər iki tərəfdən məhdudlanmış düz xətt parçasına parça deyilir. Düz xəttin müəyyən bir hissəsinə parça deyilir. Parça müəyyən hissələrə ayrılanda soruşuruq ki, məsələn, neçə dənə parça var? Uşaqlar çaşıb deyir ki, 1, 2, 3, 4, 5. 5 dənə parça var. Bu çox yanlış fikirdir uşaqlar. Çoxunuz elə fikirləşirsiniz, səhv fikirləşirsiniz. Parçaların sayını n vurulsun, n çıx 1 böl 2 düsturu ilə tapırlar. Yəni, baxın, ispat da eləyə bilərəm sizə. Gəlin, əvvəlcə neçə dənə nöqtə var burada? 6 dənə nöqtə var. 6 vurulsun, 6 çıx 1 böl 2, 6 5, 30 böl 2, 15 dənə. Tutaq ki, düstur yadınızdan çıxdı, necə tapacaqsınız? Deməli, başlayıram. A, B parçasıdır, bir parçadır. AC, AD, AE, AF. Sonra BC, BD, BE, BF. BE ilə BF dedim. CD, CE, CF, DE, DF, bir də EF. Neçədən oldu? Baxın. Gəlin sayaq. 1, 2, 3,
4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 15 tane parça olmuş oldu. Yani bak bu üsulla 15 tane parça yaranır. Sizin düşündüğünüz gibi 5 tane, 6 tane yani bu formada parçaların sayını tapmak mümkün değil. Düzgün olmaz. Sonra geçirəm bucaq. Bucağın növlərini bilirsiniz. Bucağın bucağın sayılarını da öyle değil. Deməli, iki şu arasında qalan bucaq, figura bucaq deyirik. Alfa, O, A, B. A, O, B. A, O, B. Her zaman tepe bucağı ortada yazılmalıdır. Bucağın növləri, iti bucaqlar bilirik ki 0 ilə 90 dərəcə arasındadır. Düz bucaq 90 dərəcə. Kör bucaq 90 ile 180 arası. Açık bucaq 180 şekillerde çekebilirim. Kör bucaq, düz bucaq, iti bucaq. Tam bucaq ise 360 derece. Çevre dersinde de inşallah çevre dersine söz olarak dokunacağım. Narahat olmayın. Deməli, bucaqlarda en çok ne lazımdır? Sonra en çok düşen hissə çok asandır. Qonşu bucaqlar. Qonşu bucaqlar cəmi 180 derece olan bucaqlar. İki kəsişən düz xəttin yanaşı, bax, açıq bucaq üzərində yanaşı olan alfa və beta qonşu bucaqlardır. Alfa ilə betanın cəmi hər zaman 180 dərəcə olur. Bəzən qonşu bucaqlar bu formada da göstərirlər. Yəni bu xətti çəkmədən də göstərirlər ki, qonşu bucaqlar cəmi 180. Qonşu bucaqların, yadınıza saxlayın, qonşu bucaqların, bu biraz uzun söz, kim olacaq? Tənbölənləri arasındakı bucaq, tənbölənləri arasında qalan bucaq hər zaman 90 dərəcə olur. İspat edək. Baxın uşaqlar, qonşu bucaqdır. Elə tənböləni çəkirəm. Bunun tənböləni bax budur. Bunun da tənböləni təxmini bax budur. Arasında qalan bucaq 180 dərəcə olduğu üçün 90 dərəcə olmuş olacaq. İstənilən dərəcə ilə hesablaya bilərsiniz. Məsələn, tutaq ki, bura 120, 140 idi, eləmi? Bütöv bucaq. Yarıya bölünür 70 olur. Burada 40 idi axı, yarıya bölünür 20 olur. Və bu tənbölənlər arasında qalan bucaq neçə dərəcə olmuş oldu? Baxın, 70 plus 20, 90 dərəcə olmuş oldu. Qarşılıqlı bucaqlar. Qarşılıqlı çox düşür uşaqlar. Bunlar sadə olur və çox düşür. Qarşılıqlı bucaqlar bir-birinə nədir? Bərabər. Bir-birinə bərabər olur. Baxın, alfa ilə beta qarşılıqlı bucaqlardır. Gamma ilə teta qarşılıqlı bucaqlardır. Və bir-birinə nədir? Bərabər. Və qarşılıqlı bucaqların tənbölənləri arasında qalan bucaq, qarşılıqlı bucaqların tənbölənləri arasında qalan bucaq həmişə 180 dərəcə olur. İspat edəcəm indi. Baxın, bu alfa, bu da beta. İndi tənbölənini çəkirəm. Bax, bunun tənböləni və bunun tənböləni. Neçə dərəcə olmuş oldu? 180 dərəcə. Yəni, belə suallar görəndə uşaqlar şifahidən düşünməyin ki, görən 90'dır, görən 180'dir. Şəkil çəkin, şəklin üzərində tətbiq edin. Onda görəsiniz ki, tam cavabı tapdınız. Yəni, əzbərçiliklə yanaşmayın. Atın, tutun, düz çıxar, yəqin ki, bu olar, yəqin ki, o olar söhbətləri ilə etməyin. Çünki onda yanlış ala bilərsiniz cavabı. Amma şəkil üzərində baxdınız, gördünüz, asandır. Şəkil üzərində rahatlıqla yadınızda qalacaq. Bu da çox rahat bir hissədir. Sonra uşaqlar, iki paralel düz xətlər, kəsişməyən düz xətlər, bir də perpendikulyar düz xətlər.
90 derece bucaq altında kesişen düz xətlər perpendikulyar. Paralelliğin işarəsi bu formadadır. Perpendikulyarlığın işarəsi də bu formada olur. A ters tığ B. Ters tığın yani işarenin xüsusi bir hekayəsi var. Onu şəxsidə soruşmaq istəsəniz soruşarsınız məndən. Maraqlı bir hekayəsi var o ters tığın. Belə. İndi isə keçək bu iki paralel bir kəsən haqqında. Bir kəsən. Deməli, uşaqlar, ən çox düşən suallardan biri də budur. İki dənə paralel düz xəttin, bir dənə də kəsən düz xəttin yaratdığı bucaqlar haqqında. Gəlin əvvəlcə bu bucaqları nömrələyək. Daha sonra qısaca, hiləli yolla bunu necə rahat tapmaq olar onu göstərim sizə. Burada üç növ bucaq yaranır. Bir tərəfli bucaqlar, çarpaz bucaqlar və uyğun bucaqlar. Mən qısaca, ümumiyyətlə bir-birinə qatan uşaqlar üçün qısaca necə öyrədirəm, ən sonda deyəcəm, amma indi hələ ki tam izahını verəcəm. Bir tərəfli bucaqlar, görürsünüz adından da göründüyü kimi bir tərəfdə yerləşən. Bir tərəfli bucaqlar, baxın, bir tərəfdə yerləşən bucaqlar. Yalnız baxın bura, 1, 4, 5, 8. Bir tərəfli bucaqlardır və bir tərəfli bucaqlar da iki yerə ayrılır. Daxili və xarici. Daxili və xarici. Bura sağ tərəf, bura sol tərəf olsun. İndi mən özüm üçün yazdım. Sizin üçün də yəqin ki, sağ solda bir problem olmaz. Daxili bir tərəfli bucaqlar 5 ilə 3, sağ üçün deyirəm. Digər tərəfdən 5 ilə 4, özüm sayın. 4 görə 3 yazdım. Görürsünüz mexanik isə. 5 ilə 4, 6 ilə 3. Xarici bir tərəfli bucaqlar 1 ilə 8 sağ tərəf üçün, 2 ilə 7 də sol tərəf üçün və daxili bir tərəfli bucaqlar cəmi hər zaman 180 dərəcə olur. Qısaca hiləsi nədir? Uşaqlar, qısaca deyirəm. Deməli, bucaqlardan biri böyük, biri kiçik olarsa, deməli cəmi nə olmalı 180? Hər ikisi eyni ölçüdədir. Məsələn, hər ikisi eyni balaca ölçüdə, hər ikisi böyük ölçüdədirsə, deməli bunlar bir-birinə nədir? Bərabər. Bərabərlik də çarpaz bucaqlara aiddir. Çarpaz bucaqlar adından da göründüyü kimi çarpaz. Düzdür, mən bunu silim. Çarpaz bucaqları göstərmək üçün silmə işlərini aparım. Deməli, çarpaz bucaqlarımız baxın, məsələn, 3 ilə 5 çarpaz bucaqlardır və yaxud, baxın, 4 ilə 6. Bunlar daxili çarpaz bucaqlardır və çarpaz bucaqlar bir-birinə bərabər olur. Fikir verin, baxın, 6 bucağı da böyük bucaqdır, kör bucaqdır, 4 bucağı da kör bucaqdır. 6 ilə 4 bir-birinə bərabərdir. 3 bucağı iti bucağı, 5 ilə 3 bucaqlarda iti bucaqdır. Bir-birinə bərabərdir. Çarpaz bucaqlarda daxili və xarici olur. Daxili və xarici. Sağ tərəfdə olanlar üçün, yəni heç çarpazda sağ-sol söhbəti yoxdur. 3, 5 daxili, bir də 4 ilə 6-dır daxili çarpaz. 1 ilə 7, bir də 2 ilə 8. Çarpaz bucaqlar həmişə bərabər olur. Həmişə bərabər olur. Uyğun bucaqlar isə, incə dediyim kimi, uyğun bucaqlar bir-birinə bərabər olur. Uyğun bucaqlar bir-birinə bərabər olur. Deməli, bunlar da çarpbucaqlarımız idi. İndi isə mən sizə xüsusi olaraq bəzi növ şəkillər var ki, onlardan məlumat verim, onları çəkim göstərim ki, imtahana həqiqətən də düşür. Keçən ildə düşmüşdü və bəzi uşaqlar var idi ki, çox yaxşı bir şagirdim var idi və çox sadə bir sualı bir-birinə qatışdırmışdı. Biz o şəkilləri indidən görək, tanıyaq ki, imtahanda da bir-birinə qarışdırmayaq. Deməli, xüsusi xassələr. Bundan da yekunlaşarıq. Deməli, birinci hal nədir? Əgər A və B bir-birinə paraleldirsə, bura alfa, bura betadırsa, x bucağını tapmaq üçün alfa ilə betanı toplamaq lazımdır.
Yəqin ki, testlərinizə işləyəndə bu tip suallarda qarşınıza çıxıb. Tutaq ki, bura 30 dərəcə, bura 40 dərəcədirsə, onda x bucağı nəyə bərabərdir? 70 dərəcəyə bərabərdir. Cəmini götürürsünüz. Daha bax, bu formada da bəzən göstərirlər. Eyni sualı bu formada göstərirəm uşaqlar. Bura alfa, bura betadırsa, yəni paralel düz xətti tam uzadıblarsa, eyni şəkildə alfa ilə betanın cəmi x-i verilmiş olacaq. Bu zigzag formasını daha qarışıq formada da göstərirlər. Paralel düz xətti, amma zigzagı daha çox qoyurlar bu formada. Yadınızda saxlayın, sağ tərəfdəkilərin cəmi sol tərəfdəkilərin cəminə bərabər olmuş olur. y1, y2. y1 ilə y2-nin cəmi x-ların cəminə bərabərdir. Əlbəttə ki, paralel olarsa uşaqlar. Aynen bir paralel olarsa. Daha sonra bizim keçən imtihana düşən suallarımızdan biri buydu. Bura alfa, bura beta. Burada bir x-dırsa, alfa plus beta'dan cəmindən 180 çıxanda x-i verir və yaxud x-i çıxanda 180 verir. Bu hər iki halı qarşılıqlı olaraq tətbiq edə bilərsiniz. Bir xəstəmiz budur. Sonra belə bir sual xəstəmiz var, şəklimiz var. Aynen bir-birinə paralel olarsa, burada olan 3 dənə bucağın cəmi 360 dərəcəni vermiş olacaq. Sonra bəzən belə bir suallar da olur. Eyni bayağı incə yazdığıma oxşuyur uşaqlar. Ama yine de deyim. Bəzən bunu belə uzadırlar. Belə bir şəkil olmuş olur. Və bizə deyir ki, bu aynen bu B bir-birinə paraleldir. Fikir verin, əslində eyni bax bu xəstəmizə aiddir. Sadəcə tərs çevrilib, sanki formasını dəyişib. Yine buradakı bucaqların cəmi nə olmalıdır? Eyni şeydir. Yəni şəkil biraz fərqli formadadır. Biraz əysəniz eyni şeyə gəlib çıxır. Yine buradakı bucaqların cəmi 180 dərəcə verəcək. 360 dərəcə verəcək. Tətbiq edə bilərsiniz. Daha sonra belə bir şəklimiz var. Bir dənə də belə düz xətt çəkilib. Bax, burada bir nöqtədən 3 dənə düz xətt keçilir. Bir düz xətti kəsir. Alfa, beta, burada gamma. Beta bucağını tapmaq üçün alfa ilə gammanın cəminin yarısını tapmaq lazımdır. Bu qaydanı mən çox da görmürəm, çox da istifadə olunduğunu düşünmürəm. Qarşıma da heç çıxmayıb, amma yenə də deyirəm hər zaman. Bu da yadınızda qalsın. Və həndəsənin əsas anlayışlarını bitirmək zamanı gəldi artıq. Bir dənə bir şey deyim. Saat məsələləri, dəqiqə əqrəbi məsələləri. Bu da onu da deyim. Deməli, saatın üzərində neçə dəqiqə, neçə dərəcədir, belə şeylər çox lazım olur. Dəqiq bilmək. İndi biraz səvqəsiz çəkə bilərəm. Deməli, yadınızda saxlayın. Tam 12 saat 360 dərəcə dövr eləyir. 1 saat dəqiqə əqrəbi neçə dərəcə çönür? Dəqiqə əqrəbi 1 sahada 360 dərəcə çönür. Tam dərəcə 1 saat dərəcə hərəkət edir. Belə deyək, hərəkət edir. Desəm ki, 1 dəqiqədə neçə dərəcə hərəkət edir? 1 dəqiqədə neçə dərəcə hərəkət edir? Dərəcə. Bunda mən 360-ı nəyə bölməliyəm? 1 dəqiqəni tapmaq üçün 360-ı 60-a bölməliyəm. Çünki 60 dəqiqəm var. 1 dəqiqədə, yəni 1 saat ərzində dəqiqə əqrəbi çönür və onun saniyə əqrəbini də tapmaq istəyirəmsə, 360-a bölüm, deyirəm 6 dərəcə. Məsələn, deyirəm ki, 15 dəqiqə ərzində neçə dərəcə çönmüş olacaq dəqiqə əqrəbi? Saniyə əqrəbi də deyə bilərəm.
saat əqrəbi və ya fərq eləmir. Yəni 15 dəqiqə ərzində neçə dərəcə çönəcək dəqiqə əqrəbi? 15 dərəcə baxın, həqiqətən gəlir 3-ün üzərində durur və 90 dərəcə olur. Həqiqətən də 15-i 6-ya vuranda nə verəcək? 90 dərəcə olmuş olacaq. Yəni 1 dəqiqəmiz 6 dərəcədir. Uşaqlar, bəzən də fərqli dərəcələr verilir. Məsələn, 15-17. Deyir ki, saat əqrəbi ilə dəqiqə əqrəbi arasında neçə dərəcə var? Əqrəbi arasındakı bucaq neçə dərəcədir? Arasındakı bucaq neçə dərəcədir? Neçə dərəcədir? Bu zaman belə bir qaydamız var. 11 dəqiqə çıxılsın 60 saat bölünsün 2. Yəni alfanı tapmaq üçün. Uşaqlar, dəqiqəmiz neçədir? 17. Saat neçədir? 4-ə işləyib. Deməli, nə etməliyəm? 11-i vurmalıyam 17-yə, çıxmalıyam 60 vur 4. Deməli, gəlin vuraq. Burada 11 vur 17 çıxılsın 60 vur 4. 11-i 17-yə tez vurun. Böl 2 bərabərdir. 187 çıxılsın 240 böl 2. 187-dən 240 çıxıb 2-yə böləcəm. Eləyəcək bizə 26,5 dərəcə. Tam dəqiq qiymət. Bu bilirsiniz nə deməkdir uşaqlar? Yəni gəlin sizə mən bunu sübutla göstərim. Baxın 3, 4, eləmi? 4-ə işləyib 17 dəqiqə. Elə ki, saat əqrəbi 4-ə tərəf çönür. Və 17 dəqiqədir. Baxın, elə bir təxmini belə deyim də sizə. Belə bir şeydir. 17, 15 dəqiqə bura deyil. Burada 17 dəqiqədir. Saat əqrəbi ilə dəqiqə əqrəbi arasındakı bucaq 26,5 dərəcə olmuş olacaq. Deməli, uşaqlar, bugünlük də bu qədər. İnşallah növbəti dərslərimizdə də daha yaxşı olar. Ümid edirəm ki, çox şey bilirdiniz və daha da yaxşı öyrəndiniz. Növbəti dərslərdə də qoşulmanızı istəyərəm. İstəsəniz buna aid bir nümunə sınaq göndərərəm, işləyərsiniz. Təkrar etməyi unutmayın. İmtahana tək riyaziyyat fənni yox, bütün fənlərdən təkrar etməyi unutmayın. İnşallah ki, yaxşı nəticələriniz olar. Sağ olun.